Yay aylarında bir çoxumuz üzümüzdə yaranan ləkələrdən, yağlanmadan və günəşin törətdiyi bəzi fəsadlardan şikayət edirik. Elə buna görə də kosmetoloqun qəbuluna gəlmişik. Bəzi vaxtı öncədən günəşdən sonra dəri quruyur və quruduqdan sonra o lipid bariyeri pozulur. Bəzi növ dərilərdə daha artıq yağlanma olur. Və ikinci məqamda dəridə pigmentasiya əmələ gələ bilər. Çünki bəzi xanımlar düzgün günəşlənmirlər, günəşin altında çox vaxt olurlar, SPF kremləri istifadə eləmirlər. Hətta SPF kremləri istifadə edən xanımlarda da ləkə arta bilər. Mütəxəssislərin sözlərinə görə yay aylarında ultrabənövşəyi şüaların təsiri nəticəsində dəridə pigment ləkələri, həddindən artıq quruluq və həssaslıq daha çox müşahidə olunur. Bu səbəbdən dərinin gündəlik təmizlənməsi, nəmləndirilməsi və günəşdən qorunması xüsusi əhəmiyyət daşıyır. Yay gələn kimi bir çox insan lazer pilingi, dərin kimyəvi piling və müxtəlif ləkə əleyhinə prosedurlara müraciət edir. Halbuki bəzi prosedurlar günəş şüaları ilə birlikdə dəridə ciddi fəsadlar yaradır. Kosmetoloqlar bildirirlər ki, yay mövsümündə dərin kimyəvi piling, fraksional lazer və dərinin üst qatını zədələyən bəzi prosedurlar tövsiyə olunmur. Çünki bu prosedurlardan sonra günəş şüalarının təsiri pigmentasiya riskini artırır və bərpa müddətini uzada bilir. Günəşdən qorunmaq üçün istifadə etdiyimiz gündəlik kremləri düzgün seçməyimiz də mütləqdir. SPF yayda mütləq 50 plus faktordan yüksək olmalıdır və yaxud 50 olmalıdır. SPF-ların da növləri var. Məsələn, yağlı dəri üçün, quru dəri üçün, hətta anti-age, yəni 40 plus dəri üçün var. Günəşdə olanda gün ərzində 2 saatdan bir gündən qoruyucu təzələnməlidir, yenilənməlidir. Dəniz kənarında olanda mütləq suya davamlı günəş kremləri seçməlisiniz. Həkim kosmetoloq Sevinç Abdullayeva deyir ki, sağlam və parlaq dəri bahalı prosedurlardan daha çox düzgün gündəlik qulluqdan asılıdır. Bəs bu mövsümdə hansı prosedurlar məsləhət görülmür? Yay aylarında artıq biz dərin və orta qatlar üçün pilingləri qadağa veririk. Ondan yanaşı bəzi aparat prosedurları, aqressiv aparat prosedurları, məsələn, lazer, CO2 lazer, sonra mikroiğnəli RF, dərini isidən prosedurlar və bunlara biz stop deyirik. Estetik görünüş üçün atılan yanlış addımlar sonradan uzun müddətli dəri problemlərinə səbəb ola bilər. Buna görə də peşəkarlarla məsləhətləşmək vacibdir. Əzizə Mahmudzadə, Sabir Şahbələdov, Telesəhər.